çiçekler oynadı, yaşıl çemende dalgalar. Bu dip çiçekler oynadı, deniz o mavi gözlüdür, çaştı tufanla oynadı, yürekle canla oynadı, coştu içinden kaynadı. Sen de tufanla oynama, sen de tufanla oynama, deniz gibi coşma gülüm, ay gülüm, coşup içinden kaynama, coşup içinden kaynama. Çok değil bizim ömrün illeri. Tufanla oynama, sen de tufanla oynama, deniz gibi coşma gülüm, ay gülüm, coşup içinden kaynama, coşup içinden kaynama. Çok değil bizim ömrün illeri, çok değil bizim ömrün Sen bize hoş gelmişsen Səs Azərbaycan'a. Hoş gelmişsen gülüm. Azar, özün barədə bir kəlmə. Salam, adım Şamildir. 20 yaşım var. Dillər Üniversitetinin tələbəsiyəm. Maşallah, maşallah. Şamil, bu mahnıya necə oldu sen bu mahnını seçtin? Sen beni içimden oynattın beni mahnıda değildiği kimi. Çox sağ olun. Yəni bu mahnını çox adam tanıyır və bir çox insanlarda bu mahnı nostaljik hisslər oyadır həmişə. Mən də bu mahnını həmişə eşitmişəm, qulaq asmışam, həmişə qulağımda olub və belə qərara gəldim ki, çıxışda da bu mahnını ifa eləsəm Özünü uğurlu olar. müşahit edirdin gitarda. Bəli. Maşallah. Şamil, neyniyəcək? Neyniyəsən? Mən çox istəyirəm sən mənim komandamda olasan, ama sen seçim sənindir. Mübariz mənimlə biz. Yox, Şamil mənim çox xoşuma gəldi, həqiqi mənada. Belə deyək ki, ilk addımlarını atan bir gəncdir və gələcəyini görürəm mən Şamilin. Əla. Ama seçim. Uğurlar. Şamil, sənin səs tembrdə o qədər istilik var ki, doğrudan da ürək mənə dedi ki, mütləq fırlanmalıydım və basmalıydım. Sən doğrudan da musiqili insansan və mən bunu çox qiymətləndirirəm. Bravo sənə. Seç bala, seç kimi seçəcəksən sən? Əslində, yəni sizin kimi peşəkar musiqiçilərin qarşısında çıxış eləmək və sonda da bir seçim eləmək bu mənim üçün çox çətin bir seçimdir və mən Tünzalə xanımın komandasında. Təbriklər. Uğurlar Tünzəlişka. Çok teşekkür ederim Əzim, çok teşekkür ederim. Bravo. Ay canım, bizi yaxşımışsınız. Niyə? Yaxşı. Necip, kucağla, öpüş. Yaşın arvayla, держится, молодец. Gel bura. İndi danış görək, istəyirdin ki, sən Tünzalə üzünü çevirsin və sən Tünzalənin komandasına düşəsən. Bu əvvəldən bilirdim onu, yoxsa o Yox, mən əslində, yəni təbii ki, mən ümumiyyətlə arzulayırdım ki, hamı gönsün. Hamının bütün iştirakçılar kimi mən də istəyirdim hamı gönsün. Amma yəni üç münsifin çönməyi də mənim üçün çox böyük bir nailiyyətdir. Və Tünzalə xanımın qrupunda olmaq xüsusilə mənim üçün yəni böyük bir şərəfdir və sevinç verir mənim üçün. Mən də bütün sənin burada azarkeşlərində, dostlarında, yaxınlarında sən uğurlar arzu edirik. Çox sağ ol. Görək dalı necə olacaq. Allah yaxşı olsun. Yaxşı olar. Sağ ol.